12-ci əsrdə dünya tarixi ən böyük fırtınalarından birinə şahid oldu. Onun adı Çingiz xan idi. Dünyaya yalnız bir sərkərdə, bir fatih kimi yox, həm də qorxunun, intiqamın və Tanrının qəzəbinin simvolu kimi düşdü. O belə deyirdi: "Mən Tanrının cəzasıyam. Əgər siz böyük günahlar işlətməmiş olsaydınız, Tanrı mənim kimi cəzanı göndərməzdi." Video Bilinməyən Gerçəklər kanalının daimi izləyicisi Nərgiz Umudovanın istəyi ilə hazırlanmışdır. 1162-ci ildə Onan çayının sahilində bir uşaq dünyaya gəldi. Doğularkən ovucunda qan vardı. Qəbilənin şamanı bunu tanrılar tərəfindən göndərilən bir əlamət hesab etdiyini və doğulan uşağın gələcəkdə böyük bir hökmdar olacağına işarə sayıldığını dedi. Körpə doğulanda ona Temuçin, yəni dəmir kimi möhkəm adı verilir. Çingiz xan isə ona 1206-cı ildə Monqol tayfalarının lideri seçilərkən qurultayda verilir. Çingiz adının mənası bəzi mənbələrdə okean, digərlərində haqq, ədalət mənasını daşıyır. 10 yaşı olanda Tatarlar atasını zəhərləyib öldürür. Atasının ölümündən sonra qəbilədəki digər insanlar 10 yaşlı bir uşağın liderliyini rədd edərək anası və qardaşları ilə birlikdə Çingiz xanı öz qəbiləsindən sürgün etdilər. Monqolistanın Bozqır çöllüyünə tərk edilən qadın və uşaqlar həyatda qala bilmək üçün ağır mübarizə aparmaq məcburiyyətində qaldı. Çingiz xan hələ kiçik yaşında ailənin sağ qalması üçün mübarizə aparır. O vedirdi. Hətta bir dəfə yeməyini oğurladığı üçün ögey qardaşını amansızca öldürür. Gəncliyində özü və arvadı Börte rəqib qəbilələr tərəfindən qaçırıldı. Bir müddət kölə kimi yaşadı. Əsir həyatı yaşayan Temuçin cəsarətini toplayıb qaçır və azadlığına qovuşur. Dəstəkçilərindən ibarət kiçik ordusu ilə böyük qəbilələrin liderləri arasında ittifaqlar quraraq gücləndi. Çingiz xan dünya tarixinin ən məşhur liderlərindən olsa da, nə bir heykəlinə, nə də portretinə belə rast gəlmək mümkün deyil. Lakin əlyazmalarda cüssəli, hündürboy, saqqallı biri kimi təsvir olunur. Temuçin 16 yaşına gələndə bundan əvvəl əldə edilmiş bir evlilik razılaşmasından istifadə edərək Onqrat qəbiləsindən olan Börte adlı qadınla evləndi. Bu evlilik Temuçinə çox vacib bir siyasi gücün qapılarını açdı. Ağır mübarizə illərindən sonra Monqolistandakı qəbilələri öz bayrağı altında birləşdirərək bütün ölkədə hörmət edilən bir savaşçı və komandana çevrilməyi bacardı. 1206-cı ilə qədər Monqolistanda birlik təmin edilmiş, Temuçin öz yerini Ulu Xaqan mənasına gələn Çingiz xana vermişdi. Çingiz xanın ən böyük arzusu dünyanı fəth etmək idi. Bu arzusunu gerçəkləşdirmək üçün ordusunu çevirdiyi ilk ölkə Çin olmuşdu. Böyük Çin səddi hədəfinə gedən yolda əngəl olsa da, bu ölkəyə girməyi bacaran Çingiz xan 9 illik mübarizədən sonra bütün Çini öz əsarəti altına ala bildi. Çingiz xan cəsur insanlara hər zaman dəyər verirdi. Taycut qəbiləsi ilə savaş vaxtı atına atılan bir ox Çingiz xanın sevimli atını öldürür, özünü isə ağır yaralayır. Möcüzə nəticəsində sərkərdə sağ qalır. Savaşdan sonra Taycutlu əsirlərin yanına gələrək bu oxu kimin atdığını soruşdu. Bir əskər qabağa çıxaraq oxu atdığını dedi. Əskərin cəsarətindən xoşu gələn Çingiz xan onu həm ordusuna rəhbər təyin etdi, həm də ox mənasına gələn Cebe adını verdi. Cebe gələcəkdə Sabuta ilə birlikdə Monqol ordusunun ən böyük komandanlarından biri olacaqdı. Çindən sonra gözünü qərbə dikən böyük xaqanın əsas hədəfi Xarəzmşahlar dövləti idi. Göndərdiyi elçilərinin başlarının kəsilməsindən sonra düşünmədən Xarəzmşahlara hücuma keçən Çingiz xan Monqol elçilərinin başlarını kəsən Xarəzmşahlar valisini canlı istədi. Canlı ələ keçirilən və Çingiz xana gətirilən valini ibrət olsun deyə ağzına əridilmiş gümüş tökərək öldürdü. Özünə boyun əyən dövlətlərə mərhəmətli olan Çingiz xan müqavimət göstərənlərin heç birinə güzəşt etmirdi.
Nişabura hücumda oğlu oxçular tərəfindən öldürüləndə Çingiz xan əsgərlərinə şəhərdə heç bir şeyin canlı saxlanılmamasını əmr etmiş, heyvanlar da daxil olmaqla hər kəs öldürülmüşdü. Daş üstündə daş qoymayan və bütün şəhəri yerlə yeksan edən Monqollar geri çəkiləndə arxada yalnız qalaqlanmış cəsədlər qalmışdı. Monqol qorxusu hər keçən gün artırdı. Tarixçilər hesab edirlər ki, Monqol ordusunun bütün fəthləri boyu 40 milyon insan öldürülüb. Çingiz xanın fəthləri dünya üzərində bu günədək mövcud olmuş ən böyük imperiyanın qurulması ilə nəticələndi. Böyük xaqanın qurduğu imperiya Çin, İran, Qafqaz, Ön Asiya, Yaxın Şərq və Avropaya qədər yayılmışdı. 10 yaşında Monqolistanın Bozqır çöllüyündə ölümə sürgün edilmiş bir uşaq olan Çingiz xan artıq dünyada oxşarı olmayacaq böyüklükdə bir imperiyanın fatihi olmuşdu. Çingiz xan fəth etdiyi ölkələrin mədəniyyətlərinə, dinlərinə böyük hörmətlə yanaşırdı. Özü və tərəfdaşları şamanizmə inam gətirdikləri bir dövrdə digər Monqol qəbilələri qatı xristiyan, buddist, müsəlman və digər dinlərdən idilər. Monqol ordusunun ən böyük gücü onların əlaqə sistemi olub. Çingiz xanın qərarı ilə məktub çatdıran xüsusi işçilər fəaliyyət göstərirdilər. Həmin şəxslər imperiyanın hər nöqtəsində idilər və məktubları ən tez zamanda çatdırmaq üçün rəqabət aparırdılar. Bu işçilər hər 10 kilometrdən bir yeni ata minir, gün ərzində 300 kilometr məsafə qət edirdilər. Çingiz xanın həyatını əhatə edən sirlərdən biri də onun ölümü idi. Ən çox danışılan rəvayətə görə 1227-ci ildə atdan yıxılaraq yaralandı və bu səbəbdən həyatını itirdi. Başqa bir mənbələrdə isə qızdırma və dizinə oxun dəyməsi nəticəsində öldüyü iddia olunur. Rəvayətə görə Çingiz xanın vəsiyyətinə uyğun olaraq 1000 atla məzarı dəfələrlə tapdalandıqdan sonra torpaqda iz qalmadı və bundan sonra məzarını görən hər kəs öldürüldü. Məzarın böyük ehtimalla Monqolistanda yerləşən Burxan Xaldun dağının ətrafında olduğu deyilsə də, bu günədək dəqiq yeri təsbit edilməyib. İddiaya görə, dünyanın ən böyük imperiyasını quran Monqol hökmdarı 4-ü rəsmi olmaqla 500 xanımla bərabər olub. Çingiz xan ömrünün bütün dünyanı fəth etməyə bəs etməyəcəyini başa düşərək ölümsüzlüyün sirrini axtarmağa başlamışdı. Sözlərinə inandığı bir taoist rahibdən ölümsüzlüyün sirrini istəmiş, rahib ölümsüzlüyün mümkün olmadığı, lakin qadınlarla cinsi əlaqələrlə ömrünü uzada biləcəyi cavabını almışdı. Bundan sonra Çingiz xanın fəth etdiyi ayrı-ayrı ölkələrdə bir çox qadınla birlikdə olduğu deyilir. Ən maraqlısı isə budur ki, aparılan DNT araşdırmaları bugün dünyada yaşayan hər 200 nəfərdən birində Çingiz xanın genlərinin olduğunu deyir.